Düşünün ki, bir səbəbdən dolayı öldünüz. Amma hələ də özünüzdəsiniz. Sadəcə bədəniniz hərəkət etmir. Ətrafınızı görə bilirsiniz, eşidə bilirsiniz, amma müdaxilə edə bilmirsiniz. Təcili yardım xərəsinin üstündə bir xəstəxananın qapısından keçirsiniz. Həkim başınızın üstündə soyuq-soyuq sizə baxır və siz qorxursunuz. Sonra sizi morq işçilərinə təhvil verirlər. Onlar da sizi mənfi 2-ci mərtəbəyə endirirlər. Morqda sizi normal xərədən dəmir xərəyə keçirirlər. Çılpaq olduğunuz üçün dəmirin soyuğu sizi ürpərdir. Morq soyuğu da fərqlidir, qoxu yoxdur. Çünki dünya bədəninizin qoxusunu belə istəmədiyi üçün morq düzəltdirmişdir. Çünki dünyanın sizinlə artıq heç bir işi qalmamışdır. Sizi aldatmış, alacağını da çoxdan almışdır. Düz 2 gün buz kimi yerdə təppətək gözləyirsiniz. Qorxursunuz əlbəttə. Sonra qapağı açıb sizi damdar bir tabutun içinə qoyurlar. Sıxılırsınız. Çünki normalda heç belə bir dar yerə girə bilməzdiniz. Artıq heç nəfəs də ala bilmirsiniz. Sonra cənazə avtomobilinə qoyulub məzarlığa doğru yola düşürsünüz. Atanız, qardaşınız, övladlarınız, ən sevdikləriniz məzarlıqda sizi gözləyirlər. Diqqət edin ki, o gün heç kəs rəngli geyinməyib. Çünki bu gün sizin gününüzdür. Doğmalarınızın gözündə bulud kimi dolub yığılan göz yaşları sizi görər-görməz leysan kimi axmağa başlayır. Sonra sizi ölü yuyan yerə aparıb bir gözəl yuyurlar. Başqa bir maraqlı fakt da odur ki, siz öldükdən sonra heç kəs artıq sizin adınızı çəkmir. Artıq sizin adınız meyitdir. Qassalın işi bitdikdən sonra sizi sımsıxı kəfənləyir. Ağappaq olursunuz. Sonra da dərin bir məzara indirirlər sizi. Ürpərirsiniz. Amma mən burada qala bilmərəm deyirsiniz. Nə desəniz də boşdur artıq. Yerə göyə sığmayan o bədəniniz damdar bir quyuya sığdırılır. Üstünüzə də taxtalar, daşlar düzməyə başlayırlar. İndi sizdən ən sevdiyiniz yaxınınızı düşünməyinizi istəyirəm. Çünki üstünüzə ilk torpağı da o atacaq. Maraqlısı da odur ki, bu etdikləri şey savabdır. Hikməti ondadır ki, Allah ölünü ona görə sevdiklərinə gömdürür ki, arxasından gedənlərə ibrət olsun deyə. Qazanmaq üçün ömrünü xərclədiyin o malın, mülkün də artıq sənə heç bir faydası yoxdur. Yəni aldadıldın. Sonra doğmaların səni orada tək qoyub bir-bir məzarlığı tərk edəcəklər. Yapayalnız qalacaqsın. Vaxt ikindi vaxtı olur. 1-2 saat özün-özünə ağladıqdan sonra axşam olur. Qorxudan partlayacaq bir ödün belə yoxdur artıq. Günahkar yaşamısansa əlbəttə ki qorxacaqsın. Dünyada ikən bir Allah varmış kimi yaşadınmı ki indi Allaha sığınasan? İşıq yoxdur. Hər yer zülmət qaranlıqdır. Səs yoxdur. Çıt yoxdur. Gözlərinizi qapatmağınızı istəyirəm. Bax, eynən belə bir qaranlıq. Artıq nə olacağını bilmirsən. Həqiqətən, heç bu günə qədər ölümü düşünmədin ki. Sonra yanına 2 mələk gəlir. Dünyada necə yaşadınsa, onlar da sənə o şəkildə gəlirlər. Günahkar mı yaşadın? O zaman üstünə qəzəblənərək gəlirlər. Qaçmağa yerin yoxdur. Günahlarını gördükcə daha da şiddətli qəzəblənirlər. Və sənə elə bir sual verirlər ki, dünyada olsan asanlıqla cavab verə bilərsən. Amma burada dilin dönmür. Mən Rabbukə. Rəbbin kimdir? Allah demək istəyirsən, amma deyə bilmirsən. Və mələklərin mən Rabbukə deməsi ilə başlayır hər şey. Kaş ki elə bununla da bitsəydi. Rəbbimdən bağışlanma diləyəcəm deyirsiniz. Yalvar, yaxar eləyəcəm deyirsiniz. Nə olar məni ona aparın deyirsiniz. Onlar da qəbul edirlər və səni aparırlar. Yaxşı, bəs nə deyə yalvaracaqsan? Axı Allah Subhanahu və Teala Quran-ı Kərimində buyurub: Ey cin və insan tayfası! Məgər sizə öz içinizdən ayələrimi xəbər verən və bu günlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi? Subhanallah! Və cəhənnəmin qapıları sizin üçün açılır. İndi çağırın o cibinizdəki pulları gəlib sizi xilas etsinlər. Hanı o güvəndiyiniz mallarınız, övladlarınız, ordularınız, maşınlarınız, güvəndiyiniz nə varsa hamısını çağırın. Allahın qüdrətinə qarşı gələcək nə isə varmı? Siz deyin. Dünyada qazandığın malın, mülkün hanı indi? Sənə deyirəm, ey bacım və qardaşım, daş mı daşı dedilər sənə? Namaz qıldığın üçün təhqir mi eşitdin? Şillə təpik mi yedin? Yoxsa baş örtünü mü dartışdırdılar? Yoxsa heç hələ bir baş örtün də mi yoxdur? Kişiliyinizə mi sığışmadı Allahın huzurunda səcdəyə əyilməyə? Namaz qüruruna ağır mı gəldi? Baş örtüsü qüruruna ağır mı gəldi? Elə isə o zaman sizə deyiləcək dadın əzabı. Yeyin zaqqum ağacından, boğazınızı cırıq-cırıq edən o tikanlı otdan, için irindən, için qaynar sudan, üzünüzə yaxınlaşanda dərinizi əridən o qaynar sudan. Yeyin, için, kef edin. Daha da davam eləyim mi qardaşım? Vallahi qardaşım, bu danışdıqlarım cəhənnəmin tozu belə deyil. Ey namaz qılmayanlar, ya da namaz qılıb namazına məsuliyyətsiz yanaşanlar, sübh namazını yataraq ötürüb gündə 4 dəfə namaz qılanlar. Ey qardaşım və bacım, sənə deyirəm,
Qəbrə girdiyində səni nə xilas edəcək? Nəyinə güvənirsən axı? Özünüzə bir sual verin də bu gediş haradır? Ey qardaşım, sən daha bişmiş yumurtanın qabığını soya bilmirsən. Cəhənnəm atəşinə necə dözəcəksən? Sabaha, birisi günə, birinci günə qoyma. Elə indi tövbə et, həyatını dəyişir. Qalx dəstəməz ol 2 rükət namaz qıl. Çünki heç bəlkə sabaha qalmaz, elə indi də ölə bilərsən. Həqiqətən sizə vəd olunan əzab gələcəkdir. Siz də ondan yaxa qurtara bilməyəcəksiniz. Odda olanlar cəhənnəm gözətçilərinə deyəcəklər ki, Rəbbinizə yalvarın ki, bircə gün əzabımızı yüngülləşdirsin. Mələklər isə deyəcəklər, məgər elçiləriniz sizə açıq-aydın dəlillər gətirməmişdilər? Onlar isə əlbəttə gətirmişdilər deyəcəklər. Mələklər də elə isə özünüz yalvarın deyəcəklər. Fəqət kafirlərin yalvarması isə boş şeydir.